Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən şəhərin Zülfü Hacıyev küçəsində geniş miqyaslı abadlıq işləri həyata keçirilib. Belə ki, sözügedən ərazidə 1000 kvadrat metr sahəni əhatə edən qazon örtüyü döşənib. Görülən işlər küçənin ümumi görünüşünü xeyli yaxşılaşdırmaqla yanaşı əraziyə xüsusi estetik görünüş qazandırıb. Yaşıllaşdırma işləri bununla məhdudlaşmır. Yaxın vaxtlarda şəhərin əsas magistral yollarından hesab olunan Koroğlu prospekti və Bakı küçəsində də qazon örtüyünün salınması planlaşdırılır. Bu isə şəhərin mərkəzi hissələrində yaşıllıq zolaqlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Onu da qeyd edək ki, son 4 ay ərzində Sumqayıtın müxtəlif ərazilərində ümumilikdə 14 min ədəd qızıl gül kolu əkilib. Bu təşəbbüs şəhərin dekorativ görünüşünün zənginləşdirilməsi ilə yanaşı ətraf mühitin sağlamlaşdırılmasına da xidmət edir. Əkilən gül kolları şəhər sakinlərinin gündəlik həyatına daha çox estetik zövq qatır. Yaşıllaşdırma İdarəsi tərəfindən yalnız yeni yaşıllıq sahələrinin salınması deyil, eyni zamanda mövcud ərazilərin qulluq və mühafizəsi də diqqətdə saxlanılır. Belə ki, şəhərin müxtəlif hissələrində mütəmadi olaraq ot biçin işləri aparılır. Yaşıllıq sahələri səlqəyə salınır və onların qorunması təmin edilir. Görülən bu işlər bir daha göstərir ki, Sumqayıtda yaşıllaşdırma sahəsinə xüsusi önəm verilir. İdarənin əməkdaşları tərəfindən həyata keçirilən ardıcıl və sistemli fəaliyyət şəhərin daha yaşıl, daha gözəl və daha yaşana bilən məkana çevrilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının əməyi yüksək qiymətləndirilməlidir. Onların istər isti yay günlərində, istərsə də digər çətin hava şəraitində fasiləsiz fəaliyyəti nəticəsində şəhərin siması günbəgün dəyişir. Daha müasir və cəlbedici görünüş alır. Bu zəhmət yalnız bugün üçün deyil, gələcək nəsillər üçün də sağlam və təmiz mühitin formalaşmasına yönəlib. Bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsi Sumqayıtın ekoloji balansının qorunmasına, havanın keyfiyyətinin yaxşılaşmasına və şəhər sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Sumqayıtda yaşıllaşdırma sahəsində görülən işlər planlı şəkildə davam etdirilir və qarşıdakı dövrdə daha geniş əraziləri əhatə edəcək. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.